Asfinans İnvestisiya şirkətinin direktoru məşhur maliyyəçi İntiqam Səfərəliyev həbs edilib. Qafqazinfonun məlumatına görə İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. Tanınmış şirkət rəhbərindən şikayətçi isə Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovdur. İttihama görə İntiqam Səfərəliyev Taleh Heydərova yalan vəd verərək onun 1 milyon manatdan çox pulunu ələ keçirib. Heydərovun şikayəti əsasında İntiqam Səfərəliyev barəsində həbs qəti imkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs olan 178.4-cü dələduzluq xüsusilə külli miqdarda törədildikdə maddə ilə yekun ittiham verilib. Səfərəliyev özünü təqsirli bilmir. O, ilkin ifadələrində zərər çəkmiş şəxsi aldatmadığını deyib. Qeyd edək ki, İntiqam Səfərəliyev 2019-cu ildən Asfinans İnvestisiya şirkətinin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurasının üzvü və başqa vəzifələrdə də çalışıb.